Ağcabədi rayonunda ağır yol nəqliyyat hadisəsi olub. Kanal 10 TV Azərbaycan Qafqazipoya istinadən xəbər verir ki, hadisə Laçınlıların kompakt məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə Laçın rayon sakini Bakir Mövbalıoğlu Quliyevin idarə etdiyi 41B893 dövlət qeydiyyat nişanlı VAZ markalı minik avtomobili Yevlax rayon sakini Azərbənaq oğlu Bədəlova məxsus KAMAZ markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində VAZ-ın sürücüsü Bakir Quliyev hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər 1980-ci il təvəllüdlü Habil Əlioğlu Həsənov və onun iki övladı 2008-ci il təvəllüdlü Polad Habiloğlu Həsənov, 2013-cü il təvəllüdlü Murad Habiloğlu Həsənov, eləcə də 2014-cü il təvəllüdlü Razi Surxayoğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Məlumata görə həyatını itirən Bakir Quliyev baytarlıq sahəsində çalışıb. KAMAZ markalı yük avtomobilinin isə Ağcabədi rayonunda Kür çayında uçan bəndin bərpası işlərinə cəlb olunan nəqliyyat vasitələrindən biri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.